Salam aleyküm. Xoş gördük. Dostlar ki, bugünkü proqramda, canlı proqramda olacaq, yoxsa sorular baxacaqlar. Hamıza can sağlığı arzulayıram. Umarım ki, yaxşısınız. Bilirsiniz, bir müddətdir başlamışam, onlayn kitab oxuram. Sizlərdən xahiş edirəm, onlayn kitab oxuyun. Riya da olsa bu riyanı eləyək. Salam aleyküm. Riya da olsa bu riyanı eləyək və kitab oxuyaq. İnsanlar görsünlər ki, kitab oxumaq bir kilasdır. Geri qalmaq deyil. Və bu riyanı eləyək heç olmaz. Əgər eləyə bilirik, hətmən türkçə kitab oxuyaq, hətmən fəlsəfi kitab oxuyaq, hətmən türkçülük haqqında yazılan kitablar oxuyaq. Görək ki, biz hara çatırıq, millət olaraq. Mən dünənləri Əl-Əhvazda olan hadisələrə görə biraz danışdım və özümüzün başımıza gələn acı, yaşadığımız acı durumu, bərdədarlıqlar, ciddən bizim vəzimiz bərdədari dövrəsindən pisdir. Dostlar, bəlkə mənlə müvafiq olmayırlar, amma çox acı bir şeylər var. Qərələr Amerikada neçə milyon, İrandan çox qərə vardı Amerikada. İranın cəmiyyətindən çox. Və bunlar hamısı Bərdə gəliblər. Uzun illər bunlar Bərdə qalıblar. Sonra Amerikanın iç savaşında bunlara deyiblər, gəlin savaşın, sizə azad eləyək. Savaşıblar, azad olublar. Azad olandan sonra görüblər ki, mən nəyə azad oldum? Mənim toprağım yox. 1 metr yerim yox, üstündə oturam. Bir tikə pəsəndazım yox, dalda da bir şeyim yoxdur, onu yiyəm. Zəmim yerim yox, əkəm. Yatmağa yerim yox, durmağa yerim yox, getməyə yerim yox, gəlməyə yerim yox. Mən Bərdədən pis oldum. Onlar nəslinə, nəslə, çünki burada bilirsiniz, mən dünən də bunu işarə elədim. Güc və zor haqq yaradar. Amerikalılar, ağlar gəliblər Rupadan, buradanın Amerika və Kanadada olan əsl insanları, yer sahiblərini öldürüblər, deyiblər, biz yer sahibiyik. Qərələri sonra alıblar, gətiriblər, bunları yer verməyiblər. Bunlar indi bəzisi 500 ildir burada yaşırlar, ailəlik. 500 ildən sonra 5 metr yerləri yoxdur. Amma bizdən çox haqqılar var. Rəis Cumhur ola bildi. Bir qərə rəis Cumhur oldu Amerikada. Məclisdə nümayəndələri var və onların sözlərini danışır. Etiraz edirlər xiyabanlarda, çoxlu hüquq alıblar. Amma biz İranda bu hüquq almamışıq. Dünənləri bu acı seyirlərə görə biraz danışdıq. Kitab oxumadıq. Bu gündən yenə qeydaq kitab oxuyaq. Əlbəttə deyim, bu günlərdə bir saat 8 dəqiqəlik bir dənə bərnamə zəbt eləmişim. İş halında işləyə. Onu bu günləri ya sabahları qoyacağam Telegrama. Dostlar istəsələr orada görərlər. Orada da şiəliğin bizə olan zərərlərin sayıram. Ki, əslən şiəliq özü bir inhirafdır və vaqiyyət budur. Fars şiə, bizi 2 cürə yol, 3 cürə yolumuz var. Ya dönəcəyik, sünni olacaq, əgər istəyirik müsəlman olaq. Ya şiəliği türk şiəliğinə çevirəcəyik. Ya Fars şiəliğindən əslən müsəlmançılıqdan çıxacaq. Yəni bu 3 dənə yolumuz var. Fars şiəliği o şeydir ki, bizim Bərdə eləyib. Biz Bərdə yaşırıq. Bərdələrin haqları var, biz türkün haqqı yoxdur. Və bunu düşünmürük. Necə ki, Amerikadan Kanadaya bir yol açmışdılar, yol idi, amma qaçaq yol, gizli yol. Ona underground deyirdilər, yəni yeraltı. Amma yeraltı deyildi, elə yerin üzü ilə idi. Bəli, qaçaq olduğu üçün ona underground deyirdilər. Oradan istidə Bərdələri aparalar Kanadaya köməklik edirlər. Çox Bərdə getmirdi, deyirdi ki, mən yaşıram, mənim yemağım var, içmağım var, yerim var, yurdum var. Amma nə idi? Yediği də ərbab yirdi, izafəsini verirdi ona, paltarının köhnəsini verirdi ona. O işlirdi, qarın doyucan qarın yiyənmirdi. Arvadı bəlli deyildi, uşağı bəlli deyildi. Bir dana film oynayıblar, bilməm görmüsünüz yox. Bərdə qızı, ev sahibinin qızı ilə, yəni o sahibi ilə dərs oxur gizlindən. Sonra qız özü gedir, o sahibin qızı. Ərbabın qızı gedir danışqaha, danışqahdan qeydəndən sonra gəlir, deyir ki, mən filan şey eləmişdim, məsələn, bu qız niyə sizə oxumadı? Deyirlər, bəyə bunun savadı var. Qız deyir, yox, savadım yoxdur. O deyir ki, yox, mən öyrətmişəm, savadı var. Dədə nənədən ayrılırlar, aparırlar, satırlar.
700 kilometr, 800 kilometr ayrı bir yerə satırlar ki, görməsinlər. Bizim durumumuz bu gün o bərdələrdən acıdır. Amma gedək kitabımıza, çünki o günəcən ki, bu kitabları oxumamışıq, biz o yolda qalacağıq. Baxın, özümüzü cırmayaq. Azərbaycan demağla ağız şirin olmaz. Millət azad olmaz. Millət gərək əvvəl ideolojik ola, sonra təşkilatlına, sonra ölməyə və öldürməyə hazır ola, sonra bilək ki, qanun, haqq, baxın, qanun, haqq, ədalət, yəni hüquq və ədalət və demokrasi. Bunların hamısının o zaman mənası var ki, gücün ola. Gücün olmasa bunların heç birisinin mənası yoxdur. Siz İranda nə qədər güc istəyirsiniz, nə qədər yalvarırsınız, yalvarın, ağlayın, yalvarın. Əgər sizə haqq, hüquq, demokrasi, azadlıq, insaniyyət, nə deyirsiniz deyin, versələr onda, ədalət. Bunların hamısı zorun sayəsindədir. Zorun olsa alarsan, zorun olmasa yaşarsan. Ona yaşamaq desəklər, hər halda. Kitabın adı Türkçüyün əsaslarıdır. 33-cü səhifəni oxuruq və Ziya Gökalp 100 ilə yaxın bunu öncə yazmışdır. Dünənləri İsrağa gün oxuyanda dedik ki, Qızılbaşlar, yəni Səfəvi bağışlayın, Qızılbaşlar bilirsiniz, hala İranda vardılar. Türkiyədə də var, Azərbaycanda da var, Türkmənistanda da var, Əfqanistanda da var, Türkiyədə də var. Qızılbaşlar çox məhdud bir insanlar deyirlər. Qəradağda və Ərbil yaşayanların sayı 5 milyon hududunda Qızılbaş var. Dedi ki, Nadir Şah bunlardan o son qurultay ki, Türklər qurdular, Nadir Şahın qurultayını ərz edirəm. Nadir Şah oradan bir heyət göndərdi. Bu heyətlər getsinlər Osmanlıya, Osmanlı ilə danışsınlar və desinlər. Orada getdilər, bu Osmanlılar dedi, idarə olduğu üçün baş tapmadılar bunlar nə deyirlər. İndi onun arasında deyir ki, Türklər arasında Qızılbaşlığın meydana çıxışı belə bu ayrılıqdan açıqlanır. Deyir, bu ki, Qızılbaşlar çıxıblar, buna görədir ki, Osmanlı Türkləri, yəni milləti dərk eləmədi, dövlət olaraq, sistem olaraq, idarə sistemi və müdiriyyət sistemi olaraq dərk eləmədi milləti, millətin dilindən baş tapmadı. İki dənə biri oldu mədəniyyət, yəni Osmanlı sistemi, mədəniyyət sistemidir, dövlət sistemidir. O tərəfdə özünə bir ayrı bir şey, millət də bu tərəfdə kültür yaşadılar, türk kültürün ki, deyir, Qızılbaşlar da, yəni türklər, Azərbaycanlılar xüsusən bu kültür yaşadılar. Bu doğru sözdür, biz hala o kültür vəziyyətində yaşırıq. Əlbəttə, bizdən daha gözəl yaşayan Qaşqaylar və Türkmənlərdirlər ki, bizim hətta o əski dilimiz nə cür yazılarda, nə cür oxularda onu hifz edirlər. Biz biraz değişmişik Osmanlıya tərəf, Osmanlı deyirəm, Türkiyənin ərəb əlifbasına tərəf getmək üzəriyik. Şah İsmailin dədəsi olan Şeyx Cüneyd, Oğuz boyları arasında oğlumu, evladımı, parantez arasında yazıbdır, öncə gəlir, yoxsa səhabələr mi deyərək propaganda yapardı. Deyir ki, Şah İsmailin dədəsi, biz dədə dediyimiz bir şey, burada ata deyilir, Osmanlıda. Biz dədə babamıza deyirik, yəni dədə öz dədəmiz olur, bizi əkən, nənəmiz doğan o dədə nənə. Baba o birisinə deyirik. Biraz burada tərsə düşünmə vardır. Əlbəttə, bəzi yerdə elə dədə böyük babaya deyirlər. Bu ona işarə edir. Dədəsi, yəni böyük babası, Şeyx Cüneyd adında olan insan, Oğuz boyları arasında oğlumu, yəni sual soruşur, oğlumu deyərək, oğlum mu? Evladımı öncə gəlir. Oğlum öncə gəlir, yəni əvvəl, öncə yəni əvvəl, qabaq gələn, əhəmiyyəti olan, önəmli olan oğlum mu, yoxsa səhabələrim mi deyərək propaganda yapardı. Yoxsa deyərdi ki, səhabələrim. Deyərdi, mənim yoldaşım əvvəl bunların üstündə təbliğat edir, deyərdi, oğlum. Propaganda, təbliğat-ı siyasi. İndi baxın, Səfəviləri siz nə qədər baxsınız, görərsiniz ki, ideolojisiz bir şeydir. Bir kitab tamamlaması, bir tane şeiri vardı.
Şah İsmailin türkcə, dədəsinin daha belə bir şeirləri vardı, irfani bir şeyləri var. Bunlardan siz ideoloji görməzsiniz, əgər kör baxsaq, fars gözü ilə baxsaq. Biz hələ ora irfan tərif elərlər, oradan bizə sufiyyə çıxadarlar, bizə oradan xanqaha göndərərlər, biz oradan bədbəxt olub boynumuza əyərik, bizə oradan qulluq çıxar. Baxın, bizim adımızın sonuna bir uzun tarix boyu Həsənqulu, Hüseynqulu, Məmmədqulu, Allahqulu, Rəhmətqulu, nə bilim, nə qulu qoymuşlar. Qulu nə demək? Qul. Bizim zehnimizə qulluq fikri yerləşib, biz qulluğa adət eləmişik, onun üçün etiraz eləmirik. Çünki biz qulluğu əvvəl ism olaraq, ad olaraq özümüzə seçmişik və iftixar eləmişik. Mən qulam, nökərəm. Sonra bu nökərçilik yavaş-yavaş gəlib Pan-Farsın nökəri olmuşuq. Rəsmi nökər olmuşuq. Biz adımızı qul qoymuşduq, amma dünyaya hökm elirdik. Heç olmasa 10-15 millətə hökm elirdik. İndi adımızı qulluqdan çıxartmışıq. Darius, Kuruş, nə bilim, Sasan, Masan, bu tür bir şeylər qoymuşuq. Amma nə yox? Onu istir desin. Ha, onu deyirdim. Propaganda siyasi olar. Siz Şeyx Cüneydin ya obrislərin sözlərini oxusaz, mən birazını oxumuşam. Görürsünüz ki, neçə şeydən danışır? Qardaşlıq, bərabərlik, insanlıq. Din bizi ayıra bilməz. Din bizi ayıra bilməz. Din hər yolundan getsən Allaha gedir. Min bir yol var Allaha. Belə bir etiqadla insanları ideolojik elədilər. Sonra da şiəliği gətirdilər. Şiəliq Azərbaycan, əlbəttə ərz elədim, şiəliq Cüneydidən qabaqdan başlayıbdı Azərbaycanda. Amma Səfəvi dövründə rəsmi olub Azərbaycanda. Bu iki deyirlər Azərbaycan Təbrizdə 40 min nəfər, 20 min nəfər, neçə nəfər öldürüblər. Bunların hamısı yalan, məhz yalandır. Çünki ondan öncə Səfəvidən 400 öncədən belə, 500 öncə, 600 il öncədən belə farslar Şiə dinin rəsmi olaraq gətirmişlər və bugünkü ələm şeyzat ki görürsü, bunları yayıb düzətmişlər, bu şaxseyləri, maxseyləri, zəncirləri, nə bilim şeyləri salmışlar. Hətta baxın, beləsi deyim sizə, bu ki şəriəti də bunu salır bizim boyumuza. Nə qədər siz Azərbaycandan uzaqlaşırsınız Farsistana və Farsistandan gedirsiniz Pakistana, Hindistana, Farsların mərkəzinə tərəf, Farsçılar oradan gəlmədi. O tərəfə getdikcə şiələr daha pisdilər. Daha pisdilər. Yəni, bu zəncir vururlar ha, o zəncirin ucuna piçaq vururlar. O piçaqları qoyurlar, odda qızışır, onunla özlərini vururlar. Və getdikcə xurafatlaşırlar və bahları calibdir. Mən Pakistanlılarla danışırdım, Endonezilərlə danışırdım. Hər yerdə Banki İslami var. Banki qeyri-İslaminin 5%'dır mənfəəti, nuzulu. Banki İslaminin 20'dən yuxarı, 34'əcən qalxır Pakistanda. İslami bahlar çox nuzul alırlar. Çünki İslam adına millətin rahatca cibin boşaltmaq qolaydı. Oğuz boyları, Oğuz xanın çocukları və qayıların amca oğulları deyilmidilər? Deyir ki, Oğuz boyları, yəni Oğuzun, boy bilirsiniz, adamın boyuna deyirik da, uzunluğuna deyirik. Boyda bu olur ki, məsələn, oradan bir qol çıxıbdır. Məsələn, mənim 4 evladım var, hərəsi bir qoldur, bir boy olar. Eləyə bilər, bunlar illər sonra mümkündür ki, hərəsi özü bir böyük bir boy olalar. Onu boy o cürsü bilinsiz. Deyir ki, Oğuz boyları, Oğuzun qolları, şaxələri, şaxə farsıdır. Oğuz xanın çocuqları, Oğuz xanın, o böyük dədənin ki, birinci liderimiş türklərə, onun çocuqları, uşaqları və qayıların, qayı da ki, Türkiyədə bilirsiniz, bu Osmanlını quran boyun və qayıların amca oğulları, onların əmca. Baxın, burada biraz ərəbcəni çeviriblər. Amca deyirlər. Ərəbdə də amı deyirlər. Amu, ərəblər amu, amma deyirlər. Bu iki söz. Bu indi burada Türkiyələr buna amca deyirlər. Amı, əmi demirlər. Amca, əmican. Bunun şeydi, amma yazmasında da əliflə istifadə edirlər. Eyninlə yox. Onun üçün biz bunu bilmək. Əmi oğulları deyilmi? Deyir ki, qayılar da
Oğuz xanın şeyləridirlər. Deyilmirdilər. Onlar yəni bir familidirlər. Nəcür olurdu da padişahın əndərununda çıxan devşirmələrdən bir yerə yığılmalardan. Devşirməni bir yerə yığılma deyibdir. Mən indi bunu özüm məni elərəm nə mənədir. Düzələn səhabələr, səhabədə yaxın adamlar, devşirmələrdən düzələn səhabələri bunlara tərcih edirdi. İndi deyir ki, istir desin ki, Osmanlı hakimiyyəti və sistemi, idari sistemi Oğuzlardan gələn və Oğuz xanın uşaqların əmisi uşaqlarındandılar. Yəni o cürsü gəlir. Oğuz xanın uşaqlarının əmisi, yəni Oğuz xanın qardaşı gəlmədi. Tamam. İndi deyir, nəcür olar da belə bir ailədən padişahın əndərun farsca bir şeydir, iç. Olur nə mənə? Biz buna hərəmsəra demişik sonra Rıza Şah dövründən bu üzə. Rıza Şah dövründən hərəmsəra sözü yoxdur ya da çox bir müşəxəs anlamda işlədir. Hərəm yəni haram, səra yəni bir evi ki, ora haramdır. Nə mənə haramdır ora? Ora girən eşiyə çıxa bilməz. Oranın sırrını eşiyə verə bilməz. Ora idarə sistemidir. Ora girən arvad ola, kişi ola, gecə gündüz işlər. Dövlətin sırlarını bilər, bu sırrı eşiyə verə bilməz. Onun üçün bunlara haramdır ata-anaların gedib görməyə və bunlara ata-anaları da gəlməz normalda. Hərəmsəranın mənası budur. Hərəmsəranın bu deyil ki, ora arvadxanadır. Yox, arvadxana deyil. Ora idarə sistemidir. Mən bir dəfə də demişəm, bir dəfə də Günaz TV-də demişəm. Bu günləri İngilistanın mələkəsi, xanımdır, 90 neçə, 100 neçə yaşı var. Əri də keçən ay öldü. Bunun hərəmsərasının, yəni kaxının, yəni idarə sisteminin 4000 neçə 100 nəfər əlan işləyəni var. Calibdir, geçən il adam istihdam elirdi, internetdə fəqət onun rəvabit ümumi işlərini görsün. 250.000 şeydən, oranın poundu ilə istihdam elirdi. Kanadada Amerikanın rəis cumhuru ildə fikirəm 120.000 ya 150.000 dolardır hüququ. Niyə o orada hərəmsəralıq eləmir ki, orada 4200 dana kişini gətirmir ki, onlarla keyfə baxa. O 4200 dana kişi və arvad onun idarə sistemin, yəni o imperatorluq ki, bu cizlində getirdir. Zahirdə deyirlər, mələkə heçkarədir. Mələkənin heçkarə adamın 4200 nəfər 4-5 il bundan qabaq baxdığım amara əsasən hərəmsərasında adam işləyir. Bu onlarla seks eləmir. Bu onlara sürçürə düzətməyibdir. Yox, o xanım bu cizlin imperatorluğu dünyada aparır. Cizlin siyasətləri dünyada aparır. Və bizim də hərəmsəra dediyimiz hələ bir yeridir. İndi əndərun onu deməkdir. Farscadır onun yerinə, amma Osmanlıda əndərun o kaxa, o kaxın içində işləyənlərə deyiblər əndərun. Onlar eşiyə dedim, çıxa bilməzlər. Əlbəttə bir də, məsələn bu şeydə də var, Avropada, Amerikada da geçibdir. Evin iki qisməti var. Bir qisməti front yard, ya yard, yəni qabaq. Həyətin eşiyi ki, xiyabana tərəfdir, millət görə bilər, oradan gələrsən, gedərsən. Bir də back yard, dalıdır, ora millət gəlib getməz. Hətta ora keçəni vura bilib, öldürə də bilər. Bu qədər mühümdür. Çünki backyard sizin xüsusi yerinizdir. Orada lüt tumancaq olub uzana bilərsən, oynaya bilərsən. Ora sənin xüsusi yerindir. Həmsayanın divarı yoxdur, çoxunun baxmazsın, özü bilər. Ora mənim xəlvət yerimdir. Bu, əndərun, birun oradan gəlir. Siyasətə giribdir, farsca lüğəti olmaqlarına baxmayaraq siyasətə giribdir, əndərun siyasətin içi deyək. İndi onu tozih verir ki, padişahın əndərundan çıxan devşirmələrdən, əndərundan çıxan, yəni o içəridə olan insanlar, devşirmə nə deməkdir? Devşirmələrdən. Baxın, qədim bir iş görərdilər. Qacar da bu işi görübdü, Səfəvi də bu işi görübdü, mütəəssifanə Kərimxan deyirəm, Nadir Şah eləyə bilməyib bu fərsəti tapa, tez ölübdür, eləyə bilməyib bu işi görsün. Amma şey də bu işi görübdür, dünyanın hər yerində bu işi görüblər. Neynərlər? O zaman, qədim. Buna görə ki, xiyanətin qabağını alsınlar, uzaq yerlərdən
adamları gətirərdilər, alardılar. İçəridə bunlara dərs verərdilər. Hərəsin bir şaxədə tərbiyyət elərdilər. Biri muzisyen olardı, biri yazan olardı, biri arşiv işlərdi. Hərə bir işdə mütəxəssis olardı dərbarın içində. Bunlar oradan çıxmaq haqqıları da yox idi. Cəlib budur ki, bunların bəzisini tərbiyyət elərdilər. Səfəvi dövründən bu var. Tərbiyyət elərdilər və bunları bir dana, məsələn, hakim istirlər ya bir nəfər istirlər göndərələr bir iyalətə. Ona töhfə verərdilər. Adı töhfə idi, ona arvad kimi verərdilər. Yəni verərdilər, bununla evlən. Onu niyə ona verərdilər və deyərdilər evlən? Çünki onda gərək evlən idi. Çünki bu bir şərt idi. Ora idarə sisteminin şərtidir. Çünki bu xanım casus olaraq, dövlətin casusu olaraq o evə girərdi. O hakimi gedəcək ora, onun içinə girərdi, o sistemə girərdi. O özü gedərdi, orada casus şəbəkəsini tapardı, qurardı və oradan xəbərləri mərkəzə göndərərdi ki, filan kəs filan iş görür. O adamlar, bunların çoxu qeyri-müsəlman idi. Yəni, savaşda ya əsir düşənləri, ya oğurlayıb gətirənləri satdıqlarını bunlar alardılar, gətirərdilər. Burada təlimi tərbiyyət verərdilər, bunlardan böyük insanlar çıxadardılar. Və bunlar ömür boyu qardaşlarını gedib görə bilməzdilər, bacılarını görənməzdilər, famillərini görənməzdilər, bunları gəlib görənməzdilər. Əgər diqqət eləsəz, o möhtəşəm sultan 100 il, möhtəşəm 100 il, orada Sultan Süleymanın yanıncan olan dostu ki, uşaqlıqla yanıncandı, sonra da axirdə öldü, bacısını verdi, sonra da öldürdü. O adam görürsünüz ki, devşirmədir. Yəni nə mənə? Bir ayrı topraqda əsir tutulubdur, uşaq çağıcan, ya oğurlanıbdır, hər nə. Hətta nə mənə sultan oradan əsir tutulubdur, gəlibdir bura, burada tərbiyyət olubdur, gəlibdir yavaş-yavaş mədarici gəlib, üstə olubdur vəzir. Olur vəzir, subaşı yəni vəzir-i cəng. Belə bir sistemi gedir. Devşirmə yəni dinlərindən değişdirirdi bunlar, müsəlman olurdular və dərbara xidmət edirdilər və bunlar ailələrini görənməzdilər. Görürsünüz ki, o adam vəzir olandan sonra, şahın bacısı ilə evlənəndən sonra, nə olandan sonra bir dəfə gedir qardaşını görür. Və qardaşı bir dəfə gəlir onun yanına. O serialda da bunu görürsünüz. Bu buna deyil ki, ona əxd eləmişdilər. Ya o biriləri əxd eləmişdilər. Yox, bunların təlimi, tərbiyyət sistemi bir cür idi ki, bunlar deyirlər bəlkə adamlar əxdə olanda siyasi olmazlar. Ya əxdə olar, məsələn, eləyə bilməz bir iş görsün. Yox, belə deyil. Əxdə adamın fəqət uşağı olmaz. Hər halda, o devşirməni istədim, tozih verəm ki, devşirmə hardan gəlir? Bir yerə yığılmalardan, bu da mütərcimimiz onu deyibdir ki, bir yerə yığılmalardan, yəni türk milləti olmalardan, oradan-buradan insanları yığıblar, burada təlimi tərbiyyət veriblər, bu olubdur arşivçi, o olubdur ittilaat cəm eləyən, o olubdur ittilaat müdürü, o olubdur, nə bilim, vilayətlərə casus göndərsin, o casusları kontrol eləsin, o birisini kontrol eləsin, bu savaşa baxsın, o fulana baxsın. Yəni, işləri içəridən görürdü. Onun üçün də ehtiyacı yox idi kabinə düzəldə. Çünki kabinə şeyin içi idi. Və bunun üçün də görürsünüz ki, hərəmdə, deyirlər, məsələn, Qacar hərəmində arvadların böyük rolu var idi. Buna görə arvadlar siyasi olurdular. Arvadlar siyasətin içində, baxın, uşaqlıqdan doğurdu, siyasətə doğurdu. Siz doğursuz bimaristanda, bu siyasətin içində doğurdu. Və bu siyasətlə yekəlir və bu siyasəti təcrübə edirdi. Danışqahda siz gedin, 10 il, 15 il, 20 il danışqahda döşküra alandan sonra istəyəsiniz gedəsiniz Vizarət-i Xariciyyə, Vizarət-i İttilaata, Vizarət-i Fulana, Vizarət-i Bəhmuna, siyasi bir yerlərə, Vizarət-i Keşvərə, siz gedirsiniz 5 il, 6 ildə dubarə orada şairtlıq edirsiniz. Ki, örgəşəsin, sən teorini bilirsən, filan kəs belədir, bəhman kəs belə, amma bu məmləkətdə necə gedir? Bunu gedirsən, orada öyrənirsən. Nəcür olur da padişahın əndərunda çıxan, əndərundan çıxan devşirmələrdən düzələn səhabələri, səhabə yaxınlar, dostlar, bunlara deyirlər. O adam ki, sizə bəfadardır. Əgər Həzrət Məhəmmədin səhabəsi var, bunlar dinlərini çeviriblər, ya çevirməyiblər.
Əlbəttə çeviriblər Həzrət Məhəmmədin səhabələri və Həzrət Məhəmmədə əcib etiqadları var. Onun yolunda ölməyə hazırdılar və öldürməyə hazırdılar. Bunlara deyirlər səhabə. Azərbaycanın səhabəsi yoxdur. Çünki öldürməyə və ölməyə hazır olan yoxdur feylən. Feylən hamımız şiir soxanıq. Biz yaxçı danışarıq. Copdan. Özdə copdan, meyədən. Bir dana teori bilmirik. Çünki kitab oxumuruq ki. Kitablar da çox oxumuşuq, hamısı bizi beynimizi yuyur. Deyir ki, nədən bu səhabələri, yaxın adamları bunlara tərcih edərdi? Nədir? Deyir, türklərə niyə tərcih edirdi? Yəni, bir sistem dəstgah dedik da, mədəniyyət olurdu. Mədəniyyət sistemi niyə kültür sisteminə, yəni millətə tərcih edirdi? Türküdülər əslində. Oğuz balaları idilər. O tarixdəki xalq şeyxləri türklərin o zamankı əzilmişliklərini çəkmişdə Əhl-i Beytin Peyğəmbər soyu uğramış olduğu əzilmişliyə bənzərdilər. Misal vurur ki, türklər o günləri, türklərin alimləri o günləri Həzrəti Peyğəmbərin evlatları kimi əzildilər. Necə Həzrəti Peyğəmbərin deyir, evlatları orada o zaman əzildi, deyir, bu da cüzü. Onu indi deyir. Deyir ki, o tarixdəki xalq şeyxləri o zaman, diqqət buyurun, Ayətullah sözü ad olaraq işlənib tarixdə. Ayətullah olaraq. Məsələn, deyiblər ki, Ayətullah hidayət. Adı Ayətullahdır, şöhrətdə hidayətdir. Ya ayət hidayət, məsələn. Ayət Qəradağlı, Ayətullah Qəradağlı. Bu ad olaraq işlənib. Amma Ayətullah, Şeyxül İslam, Siqətül İslam, nə mənə İslam, Molla, Ruhani, bunlar hamısı, bu adlar soranın sözüdür. Qabaqcan mollalar gedərlər, işlərini işlərdilər. Eyni hər kəsənin işi var idi. Bağ var idi, bağatı var idi, ticarətxanası var idi, tükanı var idi, bəqqallığı var idi. Gedərdi orada işlərdi. Bəziləri də dövlət sistemində qazi olardılar. Bəzi mollalar da, hər molla yox. Bəzi mollalar da qazi olardı. Adına da Qaziyülquzat deyərdilər bəzən. O Qaziyülquzat da ya molla, ya qeyri-molla adamlar ki, tanırdı bunların savadlarına, din düşüncələrinə, bu ki, ixtilas eləməyəcəklər, yeməyəcəklər, rant eləməyəcəklər, rantıdan istifadə eləməyəcəklər. Bunları da göndərərdi o birisi şəhərlərə, ustanlara, oralarda olsuna, onlara qazi deyərlər, buna da Qaziyülquzat deyərdilər. Amma sonralar yavaş-yavaş İranda bir qrup tapıldı, Pəhləvi dövründən bu üzrə. Pəhləvidən qabaq mollalar işlərdi. Pəhləvi dövründən qabaq mollalar işlərdi. Hətta cəlib budur. Bizim nəslimizdə gördüyümüz Əllamə Təbai işlərdi. Təbrizin yaxınlığında bağları var idi. O bağda işlərdi, çörəyini oradan çıxadardı. Bel vurardı. Əllamə Cəfəri işlərdi. Mollalıqdan çörək almazdı. Gedib Nuhə deyib, Mərsiyə deyib, yalan sözləri deyib, millətə ağladıb pul almazdı. Onun üçün də mollalar sazla, aşıqla, oxumaqla müxalif idilər. Bəli, o mollalar ki, işlərdən müxalif deyildilər. Çünki aşıqlar sevindirərlər, mollalar ağladarlar. Ağlatmanı millət çox istəməz, oxumağı çox istər. Onun üçün də mollalar gəldilər, buna bir həramzad düzətdilər. İndi deyir ki, o tarixdəki xalq şeyxləri, xalqın arasında şeyx tapanlar. Şeyx norm ərəbcə sözdür, ağsaqqala deyərlər. Biraz yaşı uzun ola, yaşı çox ola, biraz da səqqəli ağarar normalda bu qocalıqdan, beli biraz bükülər, təcrübəsi çox olar, siyasəti çox görmüş olar. Hər adama, hər qocaya şeyx deməzlər. Şeyx normalda qəbilənin başçısıdır ki, siyasətlə yetişir. Baxın, qədimlər görərdiniz, bir silsilə hökumətdən düşərdi, bir ayrı silsilə gələrdi üstə. Məmuli adam gəlməzdi. Çünki o ayrı silsilənin, qəbilənin başı, qovmun başı, millətin başı o siyasətdə yekələn adamdır. Çünki uşaqlıqdan bu xan, ya ərbab, bəy, bəylər bəyi, bunlar siyasətdə doğarlar. Bunların evləri siyasətdir. Elə bil ki, bir nəfərin dədəsi, nənəsi müəllimdir. O müəllimin evində doğur. Bu uşaq savadlı yekələr.
İstər-istəməz savadlı keçələr. Bir ailə musiqiçidir, orada doğan uşaq musiqiçi olur. Mənim ailəm hamı istəyirdi qazetəçi olsunlar. Çünki qazetəçi bir ailəyə doğmuşdular. İndi o şeyxlər də qəbilə başçısı olardı. Yaşlı olardı, təcrübəli olardı, siyasətdə bişmiş adamlar. Bilirlərdi ki, filan adamları tanıyardı. Onun dəğəlbazlığın, köpəyoğluluğun Türkçə köpəyoğlu şey deyil, söyüş deyil. Köpəyoğlu adamın nə qədər qeyri-qabili etimad olduğunu itlaq elərdi. Hər adama deməzdilər köpəyoğlu. Məsələn, deyərlər pəzəvək. Pəzəvəng, bilmirəm bəyəxları harada dedim, pəzəvəng yəni qurumsaq, arvad satan. Bu ki, İranda indi şey düzəldirlər, siğəxanalar ki, bir saata verirlər. Əslində qəhbəxanadır da, o gedir ora bir pul verir, gedir orada xanımla yatır. İndi buna bir siğədə ərəbcə deyilən ki, ora ənkəhdi və zəbbətçi deyil. Ona deyir ki, baxın, fahişəlik belədir. Fərz buyurun ki, mən xiyabanda gedirəm, Kanadada, Amerikada yoxdur, amma fərzi belə buyurun. Xiyabanda gedirəm, maşında oturmuşam, maşınımda qəşəng bir maşındır, benzidir, ya hər nə. Məsələn, mənimki Fordudur. Fərz buyurun ki, benzinlə gedirik, ya Fordla gedirik. Tamam, bir dənə xanım orada durubdur, İrandır, ya hələ fərz. O görürəm ki, məsələn, ya o mənə bir işarət verdi, ya mən onu tanıdım, biləxərə. Deyirik ki, gəlir bura, hə, 300 min tümən, 200 min tümən, 50 min tümən. Qəbul edirəm, bu çəkə. Yəni, qəbul elədim o pulu. Bu oldu siğə. Farslar bizə deyən siğə budur. Çünki deyir ki, mən səni bir saata şeydə, məzhəbi elədik. Farslar məzhəbi eləyiblər bunu. Fəqət bunlarda farslarda var. Ondan sonra bir də biz Azərbaycanlarda var. Bundan sonra dünyada siğə yoxdur. Mən səni bir saatlıq 50 min tümənə, ya 100 min tümənə, ya 300 min tümənə, hər neçə ki danışdıq, siğə eləyirəm. Qəbul edirsənim yaşına minmaqdır. Danışdıq, onda çunəmizi də vurduk. Necə verim? 50 min tümən verəcəm, yox 100 min tümən ver, yox 75-ə Allah versin bərəkət, Allah versin bərəkət, gəl içəriyə, gəldi, qutuldu. Siğə budur. Yəni, rizayət iki tərəf. Siğə mənzur budur. Rizayət iki tərəf. Fikhi mənası budur. Fikhi mənası budur. Dildə deməsən də gərək qəlbən razı olasan. Tamam, mən buna razıyım. Razı oldular, getdi. Bu oldu qəhbəlik. İndi bunun adına məzhəbi deyirsən, demirsən demə. Siğə deyirsən, demirsən demə. Amma bu qəhbəlikdir. Fərq edəməz, kişi ilə qəhbədə arvad da. Fərq yoxdur. Türkiyələr bunu gözəl işlədirlər. Qəhbəliği fahişəlik anlamında işlətmirlər. Qəhbəliği köpəylülük anlamında işlədirlər. Qeyri-qabili etimad anlamında işlədilər. Mənfəəti yolunda, dini mənfəətimin yolunda mən işlədirəm. Vaqiqiyyət budur. Hər kəs siğə ilə danışır, deyir ki, mən dinlən, istəyirəm seks eləyəm. Bunun adını qoyaq, din, arvadım da dinməsin, dədənənəm də dinməsin, arvad da razı olsun. Yoxsa belə bir şey yoxdur. Bu rəsmən fahişəlikdir, din adına fahişəlikdir. Və fəqət Farsistanda var və bu Sasanilərdən gəlmədi. Mən demirəm Kuruşdan zaddan gəlmədi, yox. Sasani dönən Zərtöşdi, Manəvilər, bunlardan, o dinlər ki, onlardan var idi, onlardan gəlmədi. Bunu da işarə yerdə demişəm, sonra davam verim. Mən bəyəxlarda bir video düzəltdim, səs düzəltdim, orada da dedim. Baxın, dostlar, Farslar mötəqiddirlər ki, əsli Qur'an Həzrət Əlinin yanında idi. Qorxusundan vermədi Ömər, Osman, Əli, Əbu Bəkir o komitəyə ki, şey eləyəcəkdi, Qur'an yazacaqdılar. Özü ilə saxladı, onu nəsl verirlər, aparırlar. Gizlədiblər, İmam-ı Zaman gələndə özü ilə Qur'an gətirəcək. O Qur'anda namaz, oruçda hamısı fərqli ola bilər. Yaxşı, bunun anlamı nədir? Bunun anlamı bəhaiyyətin çıxmasıdır. Bunun anlamı əzəliyyətin çıxmasıdır. Bunun anlamı babiyyətin çıxmasıdır. Bunun anlamı şeyin çıxmasıdır. Terror sisteminin çıxmasıdır. Bunun anlamı budur ki, gələcəkdə İslam, o İslam Farsların nəzərindən o İslam olmayacaqdır ki, Məhəmməd gətiribdir. O İslam olacaqdır ki, Farslar gətirəcəklər. Niyə ki, İmam-ı Zamanları da qumdan ya Cəmkəran quyusundan çıxacaqdır və bir Fars Tehranlı qızla evlənəcəkdir və ərəbləri də intiqam alacaqdır ərəblərdən. Bunlardan keçək. Bəs şeyx anlamı da belədir. Şeyx molliyə deməzlər. Şeyx bir adama deyərlər ki, indi ərəblərdə də, Əl-Əhvazda da şeyx hər adama deməzlər. Şeyx qəbilənin başıdır.
ki siyasəti qəbilənin içində örgəşibdir. Qəbilə özü bir dövlətdir. Onu sən nə cür müdiriyyət edirsən, nə cür o bir qəbilələrlə yerivi qorursan, qəbilələri qorursan, qanunu onlar normalda özləri icra elərlər, özlərinin qanunları var. Hətta bu bizim Qəradağda belə. Güney Azərbaycanın Qəradağında bizim xanlarımız qanunu icra elərdi. Kimin cürəti var idi duracaqda əmniyə yanına? Əmniyəni qəbul eləməzdilər. Əmniyə gələndə millət qaçıb gizlənərdi. Mənim dedəm buna görə ki, mənim öz dedəm, yəni məni əkən dedə. Mənim öz dedəm buna görə ki, gəlirdilər kətdən sərbaz düzəlsinlər, gözünə getmişdi dağda, örgətmişdilər, bir alaq tapmışdı, alağın suyunu salmışdı gözünə, gözləri çeri olsun məsələn, getməsin. Sonra da görmüşlər, yox yalandan bu çeridir, apardılar, bir 3 ay saxladılar. Sonra mənim babam ki, bəy idi, xan deyildi. O gedir 10 tümən rüşvət verir, 10 tümən rüşvət verir, mənim dedəmi oradan xilas edir, gətirir kəndimizə. Çünki onda dedəm mənim evlənmişmiş, mənim də babam güclüymüş biraz. Hər halda. Pəs şeyxi istədim fəqət orada tozih verəm ki, nədir? Deyir ki, xalq şeyxləri, yəni o cür bir şeyxlər, türklərin o zamankı əzilmişliklərini geçmişdəki, deyir o zaman türklər, bu şeyxlər əzilmişdilər, o adamlar əzilmişdilər, türk milləti. Çünki onlar devşirmələri geçmişlər. Geçmişdə Əhl-i Beytin, Əhl-i Beyt yəni Peyğəmbərin ailəsi. Bunu da Peyğəmbərin ailəsi o farslılar dediği ailə deyil. Əhl-i Beyt deyirik. Əhl-i Beyt kimdir? Baxın, necə ki, mənim uşaqlarım evlənməyiblər, mənim Əhl-i Beytimdirlər. Elə ki, evləndilər, bir ayrı adamın Əhl-i Beyti olurlar. Beyti nə deməkdir? Mənim evim. İndi fərz edin ki, mənim bir böyük evim var, 20 dənə otağı var. Mən məsələn burada uşaqlarım var, dədəm nənəm var. Ondan sonra mənim firşiliyin ki, bacılarım var, qardaşlarım var. Bunlar evlənirlər, hamısı qalırlar o evdə. Onların uşaqları da evlənir, qalır bu evdə. Bunların hamısı mənim dədəmin Əhl-i Beyti olar. Çünki o evdədirlər. O zaman ki, bunlar hər kəsən özü getdi, özünün evinin, yaşamının dalıcan, onda Əhl-i Beyti fəqət evində qalan adamlar olar. Kimdir? Arvadıdır, özüdür. Məhəmmədin Əhl-i Beyti kimdir? Uşaqları. Damaddan Əhl-i Beyt çıxmaz. Damaddan Əhl-i Beyt çıxmaz. Damad gələr də, gedər də. Buyurun, evlənər, sabah boşar. Gəlin də ona taydı. O günəcan ki, bizimlə damad və gəlin qala, mənim Əhl-i Beytim olar. Əlbəttə, əgər indi bilirsiniz, İranda bir sünnət var. Qızı ərə verdin də, qız sənin o evladın hesab olmur. Onların qızı hesab olur. Onun uşaqları ki, doğacaqdır. Kişinin heç nəqşi yoxdur uşaq doğmaqda. Sadəcə bir gecə ya günüz bir ləhsə kef eləyibdir 5 dəqiqəlik. Ondan sonra uşağa sahib çıxır. Uşağı qarnında yekəldən onun sahibidir. Uşağa adın dədə verir. Olan qız gərək adın versin dədə uşağa. Bəlli olmaz ki, o qız doğurdan ərindən tutub o uşağı ya ayrısından. Amma qız doğur. Bunun üçün görürsünüz ki, İranda deyirlər, qız getdi, tamam da mənim uşağım, uşaq deyirik, amma da məsələn, özgə qızıdır. Deyirlər də özgə ailədir. Bu, İranda belə bir sistemdə var. Məhəmmədin də Əhl-i Beyti kimləridir? Ondan yaşayan insanlardır. Əlinin evi ayrıdır, Ayşənin evi Məhəmmədinəndir. Əlbəttə ki, mənim indi 2 dənə nəvəm var, gedəndə onların yanına qucaqlıram, ilahi bunları xoşbəxt elə, bunlara gələn qada mənə gəlsin, bunlar behiştin, bu dünyanın behiştin yaşasınlar, bunlara biri istəyə gözü çəp baxa, biri kəş baxsa mən gözün çıxadaram. Biri onlara əl sürsə əlin kəsərəm. Bunu deyirəm, ciddi deyirəm. Yəni, məsələn, mən biri mənim nənəmin üstünə Təbrizdə əl qozuya, dədəmin üstünə əl qozuya, mən o əli kəsdirərəm. Zorum da çatmasa, bugün gəlməsəm də kəsdirərəm o əli. Necə ki, indi Məhəmməd məsələn uşağını sevirmiş, mən sevmirmişəm. Belə bir söz ola bilərmi? Kim uşağını sevməz? Hangi böyük dədə taparsınız ki, uşağını sevməyə, nəvəsini sevməyə, nəticəsini sevməyə? Onlara yaxçı arzusu olmaya. Onları düşmən əlinə verə. Həzrəti Məhəmməd də belə bir şeydir. Onun beyti də əlbəttə ki, əvvəl xanımlarıdır. Əvvəl xanımlarıdır. Və Calibdir deyir ki, Quran deyir ki, hər kəs müsəlmandır. Mənim müsəlmanlığıma siz baxmayın. Hər kəs müsəlmandır, o gərək deyək ki, Həzrəti Məhəmməd Quranda deyib ki,
mənim arvadlarım möminlərin nənəsidir. Mənim arvadlarım möminlərin nənəsidir. Sağ ol, sağ ol. Təşəkkür edirəm qardaş. Keyfim yaxşıdır, şükür olsun. İndi farslar bir təfsir çıxadıblar. Anamız Ayşə haqqında. İtin dərisini giyəcək, əshab-ı kəhfin itin dərisini giyəcək, gedəcək cəhənnəmə. O it də ki, əshab-ı kəhf ilə Ayşənin dərisini giyəcək, gedəcək, biləcək. Allahın belə ədalətinin mən içinə görüm nə olsun. Olan Allahın belə ədaləti olar. Sən Allaha təyin təşrif edirsən. Peyğəmbərə təyin təşrif edirsən. Sən Peyğəmbərin arvadına tohin edirsən. Peyğəmbər səncən bilmirdi, Allah səncən bilmirdi. Biz belə bir panfarsın toruna düşmüşük məzhəbi cəhətdən. Həzrəti Məhəmməd nə deyibdi, ziddinə hərəkət edirlər. Və biz ziddinə hərəkət edirik. Çünki biz müsəlman deyilik. Biz Məcusi məzhəbinin, Yahudi məzhəbinin və Məsihiyyət məzhəbinin yığıntısına inanırıq. İslamda o hədislər ki, bunlar 114 cild kitablarda yazıblar, onlar İslamda yoxdur. Onlar farslar yazıblar. Hər halda uğramış olduğu əzilmişliyə bənzərdilər. Deyir ki, o şeyxlər, o türklərin əzilmişi dərbarı tərəfindən, Osmanlı dərbərinin tərəfindən buna bənzirdir ki, Həzrət Peyğəmbərin əhl-i beyti uğradıqları, yəni üzbəyiz olduqları, onlarla üzbəyiz oldular deyə çəkdikləri olduğu əzilmişliyə, o zəcr o, əlbəttə bilmirəm nə zəcr çəkiblər. Ona görə bir gün danışmışam, onu qoyacağım, dostlar istəsələr onu görərlər, oradan çox danışmayayım. O zaman türkəmənlərin böyük bir qismi bu bənzəyişə aldanaraq baba ocağından ayrıldılar. O zaman, yəni Osmanlının o çağlarında türkəmənlərin böyük bir qismi, türkəmən yəni türk, onlar ki türkdülər. Türklərin bir qismi, böyük qismi həm də bu bənzəyişə adladanaq, yəni bu hansı bənzəyişə? Bu bənzəyişə aldanaraq, biz bunu allanaraq deyirik dilimizdə, amma aldanaraqdır. Aldanmaq, aldanmaq. Bu bənzəyişə aldanaraq, yəni Peyğəmbəri ilə, əshabı ilə, ailəsi ilə şeyxlərin məsələn belə bir bənzərdən dolayı deyir. Burasını biraz qatışdım. Baba ocağından ayrıldılar. Yəni türkçülükdən ayrıldılar, ya Osmanlıdan ayrıldılar. Öz-özlərinə ayrı bir ədəbiyyat, ayrı bir fəlsəfə, ayrı bir tapınaq yaptı. Aha, qeydi şeyə, Səfəvilərə, Qızılbaşlara. Deyir ki, onların o şeylərindən, ona görə deyir şeyx. Çünki şeyx Səfinizadı dedi, şeyx Cüneydizadı deyir. Deyir ki, onlar o əzildikləri Həzrət Peyğəmbərin ailəsi kimi əzildi. Bunlar da əzildilər bu şeyxlər. Bu şeyxlər əzildiklərinə görə baba ocağından, yəni türkçülükdən ayrıldılar. İstir Səfəviləri tövcih eləsin. Öz-özlərinə ayrı bir ədəbiyyat, ayrı bir fəlsəfə, ayrı bir tapınaq. Tapınaq, ibadətgah. İbadətgahlara türkcə tapınaq deyilir. Məscid ərəbcədir, məsciddir, özü də səcdəgah, səcdə eləyən yer. Ərz eləyim xidmətinizə, türkcə tapınaqdır. Munta, bizim dilimizdə çünki məscidə elə məscid deyilir, bunu tapınaq olur xangahlar, dərvişlər olan yer. Onu deyir. Ona görədir ki, özlərinə bir ayrı ədəbiyyat, ayrı bir fəlsəfə. Fəlsəfə onun qabağında bir dənə Osmanlının qabağında bir hökumət yaradır. O fəlsəfə yaradır. Mən bunu Günas TV-də bir 7-8 il bundan qabaq türkcə çox bu haqda danışmışam. Çoxlu sözlərim olubdur. Bununla bərabər, yəni bu eyni zamanda Səfəvilərə görə danışır, o yadıma düşdü. Din baxımından Osmanlılardan ayrılmamış olan sünni türkülər də milli kültür baxımından Osmanlı imperializminə bağlandılar. Pəs bir də şeyxlər, yəni Şeyx Cüneyd kimi insanlar, Azərbaycanlılar xüsusən ayrıldılar Osmanlıdan. Özlərinə bir din,
şiəlıq seçdilər. Özlərinə bir fəlsəfə, özlərinə bir ədəbiyyat seçdilər, fərqli, farslığa yaxınlaşdılar. Onun dediği budur ki, yəni oradan onların ifratı, Osman dərbarının ifratı, türkçülüğa ehmalkarlığı, ehmal eləmək, yəni saymamazlığı bahis oldu ki, bunlar Farsistana tərəf geçsinlər. Din baxımından Osmanlılardan ayrılmamış olan Sünni Türklər də bir iddələr Osmanlıdan ayrılmadılar din baxımından. Yəni Şiə olmadılar, Sünni qaldılar. Amma o Türklər də milli kültür baxımından Osmanlı imperializminə bağlandılar. Deyir ki, imperializmə bağlıdılar. Milli kültürləri getdiyi bağlandı ona. Dedim, dünənləri imperializmi söhbət verdim ki, imperializm nə dənəndi? İmperial kəlməsi, yəni imperatorluq. İmperatorluq pis deyil, amma bizə pis anladıqlar İranlılar. Özləri imperatorizm, indi gəlib imperializm olublar. Yox, imperializm, yəni siz dünyanı çalın çapın, vətənizdən və millətinizdən eşidə. Nə cinayət elirsən, amma millət və xəyanət eləmirsən. Danışacaq, bunu danışacaq və görəcək. Bunlarda, əlbəttə Türklər bu işi görməyiblər. Mütəəssifanə Türklərin qabağında Yunanlılar var idi. Yəni təcrübə olmuşdu Yunanlılar öz dillərin Latin deyə Məsihiyyət dünyasına vermişdilər. Məsihiyyət dünyasının rəsmi dili Latincə idi. Hətta bu gün də elmi lüğətləri, diqqət buyurun, elmi lüğətləri Latincə yazarlar. Siz dinosorların adına baxın, göyərəntilərin adına baxın, heyvanların adına baxın, hamısını görəcəksiniz Latincədir. İngiliscə deyil, Latincədir. Mənim bir nəvəm vardı, 3 il yarımdır. Fikir edirəm, dünyada o dinosorlar ki, bunlar ad qoyublar, hamısının adını və müşəxəssatını bilir. Mən bilmirəm. Özü Latincə bilir. İngiliscəsi yoxdur çünki. İstəyirəm deyəm ki, yəni Latincədir. Sonra İspanyollar öz dillərin müstəmirələrə yaydılar. Sonra İspanyollardan sonra Portugallılar yaydılar. Sonra İngilislilər. Sonra kiçik dillər özlərinə hüviyyət tapdılar. Kiçik millətlər, Alman, Suis, Sued filan, bəhman, bunlar öz dilləri əsasında hüviyyətlərinə getdilər və özləri hətta məcbur oldular, öz kilisaların papdan ayırdılar. Bunların bəzisi, məsələn, Ruslar papa baxmazlar, Almanlılar papa çox baxmazlar. Biraz fərqlər var. Protestan deyə. Protestan yəni onlar ki, etirazçıdırlar. Katoliklərə etirazən, məsələn, deyək ki, sünniliğə etirazən şiə çıxır. Osmanlılığa etirazən çıxır əlbəttə. Burada görürsünüz, bu belə deyir. O deyir ki, orada katoliklərə etiraz olaraq etiraz edirlər. Etiraz yəni protest. İndi məsələn ərəblər çıxıblar xiyabana. Onun ingiliscəsi protestidir. Etiraz, inqilab. O etiraz etçilərə, protestçilərə protestan dedilər. Yəni etirazçılar. Onlar məsələn İngilistanda özü protestan var, bir yerdə polistandan bunlar. Yəni o papla biraz müxalifdirlər. İmperializm hər halda dünyanın hər yerində var və bu gün işlir, gözəl də işlir, millətinin mənafeyini daşıyır, aparır. Bizimkilər də, yəni İran deyərəm, bizimki yox. İran deyəndə də o da bizim əlimizdən, ağzımızdan tikəmizi, suyumuzu çıxadır, verir, bəlli deyir ha. Bəllidir əlbəttə, bilirik ha. Bunlar da özlərinə milli bir kültür yaparaq Osmanlı mədəniyyətinə qarşı tamamən ilgisiz qaldılar. Deyir, o türklər də ki qaldılar, əvvəl deyir, bağlıdılar, imperializmə bağlandılar, yəni hakimiyyətə bağlandılar. Amma bunlar da, yəni bu türklər də özlərinə milli bir kültür yaparaq, yəni yapdılar, düzəltdilər. Bir milli kültür özlərinə, içlərindən qaynardı, yavaş-yavaş qaynadı, çıxdı. Osmanlı mədəniyyətinə qarşı, mədəniyyətlə kültürün mənisini dediği üçün, Osmanlı mədəniyyətinə, idarə sisteminə qarşı
onun yəni ziddi olmur, qarşı olur, üzbəyüz. Onun tamamən ziddi deyil. Tamamən ilgisiz qaldılar. Tamamən deyir ilgisiz. Heç əlaqələri qalmadı. Osmanlı özünə bir şey oldu, bu da özünə bir şey oldu. Əlbəttə bu qədər də şey deyildi. Bu adam Muntaz üçün Osmanlı qırılandan sonra Osmanlını əzələr bitir. Pəhləvilər gələndən sonra Qacarı əzdilər, Qacarı Xümeyni gələndən sonra Pəhləvini əzdilər. Bu sistem özünə məşruiyyət vermək üçün qabaqçın qeyri-məşru göstərməlidir. Ta deyə mən niyə gəlmişəm. Onun üçün də bu türkçü dostumuz da Osmanlını qeyri-məşru göstərməyə çalışır ki, sonrakı Türkiyə məşruiyyət qazandırsın. Niyə biz varıq? Osmanlı niyə getdi? Torpaqlarımız niyə getdi? Heç kəs soruşmasın o torpaqlar niyə əlimizdən getdi? Niyə saxlamadıq? Niyə dava eləyib almadıq? Onu soruşmasın deyə belə bir fikir var. Osmanlı mədəniyyətinin seçkilərinə xavas deyildiyi kimi Türk kültürünün də uzanları, aşıqları, babaları və ustadları var idi. Deyir ki, Osmanlı mədəniyyətinin seçkinlərinə, seçkin yəni bilirsiniz, seçilmiş adamlar. Dedik, bunları devşirmə dedi bir yerdə. Seçirdilər, gətirdilər, təlimi, tərbiyyət verirdilər, bunları idari sistemə gətirirdilər. Bunlara seçkin deyirlər. Yəni nə mənə? Mənsub, bir anda bunun yerinə işlənir, bir deyirik, seçkili, yəni intixabilər, bir də mənsublar, yəni intisabilər. Dövlət qoyduqları. İndi bu onu deyir. Seçkinlər yəni o adam ki, dövlət seçmişdi, aparmışdı içinə. Osmanlı mədəniyyətinin seçkinlərinə, yəni o adamlara ki, seçilmişdilər, xəvassı dediyi, onlara xəvassı deyirlər. Deyirlər, xəvassıdır. İranda da bu söz, məsələn, Xameneyi deyəndə deyir ki, صحبت را ادامه ندهید خواص در این مورد فلان بکنن عوام بله بکنن o hemen odur. Avam yani tuğde merdum, tuğde insanlar, topluluq, xavas yəni o adamlar ki hakimiyyətə bağlıdılar və hakimiyyətin işini qabağa aparırlar. Dediği kimi Türk kültürünün də ozanları, aşıqları ozanla aşığın hər ikisində işlədibdir. Ozan bəlkə aşığından biraz da fərqi ola. Mən bu fərq, bu nazik fərqi, incə deyək. İncə fərqi. Bilirsiniz, orada birindən təşəkkür eləyəndə deyir ki, sizin incə ya nazik rəftarınızdan ya sözünüzdən təşəkkür edirəm. O incə ya nazik dediyimiz farsca nazik deyil, nazuk deyil. Nazik dediyimiz yəni çox ədəbli, ərkanlı, mərifətli, düşüncəli. Babaları və ustadları var idi. Deyir, bunların da türklərin də belə bir uzanları, aşıqları, babaları və ustadları var idi. Demək ki, ölkəmizdə iki türlü seçkin bulunurdu. Deyir, iki cürə bizim başda adamımız var idi. İki cürə adamımız var idi. Kimlər idi? Bulunurdu, yəni tapılırdı, görürdük ki, var idi. Bunlardan birincisi sarayı təmsil edərdi. Birinci seçkinlər onlar idi ki, idarə sistemin, sarayı, dərbarı. Dərbar farscadır, saray türkçəsidir. Bəlkə ərəbcədir də eyni halda, bilmirəm. Saray təmsil edərdi. Yəni, hökumətin nümayəndələri idilər. Bunlara seçkin deyirik. Yəni, xəvas. Xəvas olur ərəbcəsi, seçkin olur türkçəsi. Bunu da öyrəndim. Mən özüm şəxsən bunu bu gün öyrəndim. Heç bu günəcən bunu bilmirdim. Bu sinfin geçimini sağlayan da sarayıdır. Bu sinfin, yəni onlar ki, dövlətin tərəfindən seçilmişdilər, dövlətin adamları idilər. Bunların geçimini, diqqət buyurun, geçim yəni maaş, ərəbcədir, hüquq, aylıq, yaşam. Bunların hamısının yerinə geçim sözüdür. Gözəldir, çox gözəldir. Geçimini, yəni bunlar, baxın, bizim həyatımız geçir, ömrümüz geçir. İndi əlan məsələn bir 35 dəqiqə, 40 dəqiqədə mən ömrümdən keçib də burada danışıram. Buna geçim deyirik. İndi burada biz yaşırıq da, bir şeylər də yeyirik. Bu geçimimi, bu həyatda bir cür geçirəm, abırılı, bunu da kim verir? Dərbar verir. Saraydan geçimini sağlayan, sağlamağı görün nə gözəl işləyir. Sağlıq, salamatlıq bir şeydir, sağlıq bir şeydir, sağlamaq da bir şeydir. Sağlayan, yəni onu saxlayan. O geçimini, onların geçimini sağlam saxlayan. Yəni, beləsi deyim. Sağlam, yəni, elə eləyələr adam rüşvət almıyor. Adam oğurluq eləmiyor. Adam filan eləmiyor. O, ona deyir sağlam.
ayrısı olmayan. Sağlamın anlamı odur. Haracan oxuduq. Sağlamda saraydı. Yəni saray bunları mali cəhətdən idarə elərdi. Məsələn, Osmanlı şairləri saraylardan caizə almaqla keçindikləri kimi Osmanlı muzisyenləri də sarayın verdiyi bağışlarla, maaşlarla keçinərdilər. Deyir ki, məsələn, Osmanlı şairləri saraydan caizə alardılar. Adı caizəymiş. Baxın, o pul hiç verirdilər, şairlər gəlirdi, şeirini oxurdu, gedirdi. Hətta bir dənə indi calibdir. Bir dənə bir serial var. Adı nədir? Bozkır Arsalan. O Bozkır Arsalan Türkmenistanda oynanılıbdı. Türkiyəlilər onu oynayıblar birazın. Səs ki vardı üstündə, iki səslidir. Yəni eləyə bilərsiniz Türkmencə qulaq asasınız ya İstanbulca qulaq asasınız. Hər ikisi türkcədir. Mən görürəm ki, Türkmenistanın türkçəsi də qulaq asanda adam bir yarım saat qulaq asandan sonra görürsünüz ki, ravan getdi. Mən dünən gecə bir video da qoydum. Tatarlardan Tartar diye. Dostlarımızın biri hey yazır Tartar imparatorluğu falan, Bəhman dünyanı almıştı, onun memarlığı falan. Bu benim zihnimde bir şey oldu ki, adam yalan yaza bilmez bir belədə. Üstünde danışa bilmez. Ben bir bunu mutale edeyim. Düzün axtarsınız, 3 gündür videolara baxıram YouTube'da Tartariyen diye videolar axtarıram. O qədər yazıblar ki, deyir bu bir dənə imparatorluğumuş, Amerikanı almışmış əlinə. Neçə yüz il bundan qabaq Amerikanı almışmış əlinə və orada binalar düzəldibdi. Deyir özünün bir binası var, memarlığı var. Şu dünyanın hər yerində aynı bina, aynı vəziyyətdə düzəlir və deyirlər bir dənə mud flood. Mud flood olur nə mənə? Palçıq seli. Palçıq seli gəlibdi. Palçıq seli də olmur. Hətta məsələn patlaq kimi bir şey olur. Yəni yağış yağıb palçıq gəlibdi. Bu şəhərləri alıb altına bəzi yerləri orada görür. İstəyirəm deyəm ki, yəni mən dünənləri o videonu axtaranda bir dənə video gördüm şeydən. Ukraynalı türklərdən. Kırım türklərindən, Kırım türklərindən. Və çox deməyim, bura riya olar. Ağlatdı adamı. Dəqiqən o şey ki, biz yaşamışıq. Türkmenler Irak'ta yaşayıp, Suriye'de yaşayıp, Azerbaycan'da bir zaman yaşayıplar, Şimali Azerbaycan'da yaşayıplar ki, Ruslar bunların başında oynuyor. Dəqiqən həmən oyun o Kırım Türklərinin başına gəlib. Və Türkləri bizim Türkümüzdür, Azerbaycan Türküdür. O qədər bunu baxmışam, İngilisi danışıblar, Rus danışıblar, amma 3 nəfər türkçə danışır. Qoydum Facebook'a, dostlar görsələr, 1-2 nəfərə də göndərdim, yaysınlar. Amma vaqəən ləzzət apardım. Yəni, amma nə qədər bədbəxt millət olmuşuq. Hər yerdə bu türkləri əziblər. İlləti budur ki, türklər böyük bir imparatorluq qurublar. Dünya onlardan qorxur. Bədbəxtçilik budur ki, imparatorluğu qurmuşuq, dilimizi, mədəniyyətimizi, dinimizi təhmil eləməmişik. Gələcəyimizi qarantiyə almamışıq. Farslar bu işi görürlər. Farslar öyrəşiblər ki, ərəblər bu işi görmədilər, biz görək. Moğollar görmədilər, biz görək. Türklər görmədilər, biz görək. Farslar o təcrübəni alıblar, bilirlər ki, dildən geçirmiş hər şey. Deyirlər ki, ip nə qədər uzun olsun, secim nə qədər uzun olur olsun, doğanaqdan geçəcək. Hükümət nə qədər güclü olur olsun, dildən geçəcək. Çünki dil istimarına da heç istimar yoxdur dünyada. Pəs deyir ki, sarayda, dərbarda şairlərə caiz edir. O deyirdi, o filmdə, o serialda ki, adını dedim, o serialda bir dənə şair gəlir şahın nənəsinə ki, şahdan güclüdür, Xarəzm şahının dövrəsidir, gəlir nənəsinə bir şeir oxur. Nənəsi deyir, bu şeiri mən qabaqcan eşitmişəm, bu nə şeirdir sən mənə gətirmirsən? Amma mən sənə bir şey verməsəm, çıxarsan eşidə dedikodu yazarsan ki, şahın nənəsi bizə bir pul vermədi. Verirəm, amma sənin ləyaqətin yoxdur. Sonra adam gedir, məsələn, Qazi Yılquzatın yanına şikayət edir ki, şah mənə pul vermədi, şahın nənəsi. O da deyir ki, bu şeiri əgər özünü yazmışsan, decinən görək nədir filan Bəhman. Hər halda istəyirəm deyəm ki, onlara caizə verərmişlər şeirinə. Deyir ki,
onlar caizə almaqla keçinərdilər. Yəni caizə alıb keçinər. Almaqla, yəni alaraq keçinərlər. Alarkən keçinərdilər. Kimi yəni yenə onlara tay Osmanlı muzisyenləri də Osmanlı muzikinə görə bir dəfə danışmışam, bir dəfə də qoydum, yaydım. Məhşər muzikdir. Məhşər muzikdir. Osmanlı muzisyenləri, muzisyen musiqi çalanlar. Muzisyenləri də sarayın verdiyi bağışlarla. Bunlara da bağış verərmişlər. Pul verməzmişlər. 50 min, 100 min danışmazmışlar. Bir şey bağışlarmışlar. Bunlar da oradan maaşlarla. Bir də bunlara hüquq verərmişlər. Maaş verərmişlər. Geçimləri buradan geçinərmiş yəni. Geçinirdilər. Yəni bunlardan maaşla yaşayla geçinirdilər. Bunlarla geçinirdilər. Görürsə Türkçədə bu geçinir indi gedib aradan. Biz nə cür geçinirik? Onu istirdesin. Xalqın saz və söz şairləri isə xalqın söz və saz şairləri. Yəni həm bəziləri fəqət şeir deyər, bəziləri saz çalarlar, şeir deyərlər, onu deyirik. İsə yəni bunlar da xalqın hədiyyələri ilə yaşayırdılar. Bunlar da xalq bunlara hədiyyə verərdi. Bunu mən gözümlə də gördüm. Məsələn, mən bunu dərvişi də gördüm, dilənçini də gördüm. Bizim kətlərə gələrdi. Dilənçi gələrdi, dərviş gələrdi, sofu gələrdi, aşıq gələrdi və bir molla gələrdi. Bizim kəndin əlbəttə mollası var idi. Mən olanda mollası var idi, özümüzün kəndimizdən idi. Amma məsələn bizim mollamız gedərdi ayrı kətlərdə də, Məhərrəmi gedərdi filan yerə məsələn. Orada deyərdi, gələndə görərdiniz ki, məsələn 1 ayının, 3 ayının, 5 ayının buğdasını filanı veriblər, gətirir adam. Hərə gətirərdi o adama, məsələn bir kasa məsələn buğda verərdi, arpa verərdi, noxud verərdi, hər nə versəydi, əlində nə olsaydı, ondan verərdi, o da yığardı, təlislərə bağlardı, bir eşkəyə, mala, heyvana gətirərdi, qoyardı evinə, onu 1 il keçinərdi. Mollalıq o cürsə çıxdı. Mollalıq o cürsə, yəni müftəxorluqla çıxdı. İşləmədi, getdi. Mən məsələn 1 il oturacağam evdə arvadla deyəcəyəm, güləcəyəm. 1 ildən sonra Məhərrəm ayında gedəcəyəm filan yerdə deyəm. Məni niyə göndərmədilər filan yerə? Mən göndərsəydilər çörək çıxardardım. Bunun davası olardı. Mollalarımızın mən tələbə olan dövründə də bu davaya şahid oldum. Ki niyə mən filan yerə göndərmədilər? Bir filan yerə göndər, ora pulludur. Oranın cəmi məsələn Sofyana. Sofyan pulludur. Ya məsələn filan yer pulludur. Məsələn şeyə göndərməyin. Üstçüyə göndərməyin. Üstçülər pul vermirlər. Okay. Dostlar, mən məcburən burada dayandırmağa qaldım. Çünki işə əlan istirarı çağırdılar. Əgər vaxt eləsəm bunun qalanını bugün oxuyaram. Sağ olun.